konkret danışaq. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyirli olsun. Biz hal-hazırda Qarabağ Əlillərinə Qayğı Cəmiyyətinin Sabunçu rayon şöbəsinin sədri Səyyah Məmmədovun evindəyik, qonaq gəlmişik. Salam Səyyah müəllim, hər vaxtın xeyirli Hoş olsun. gəlmisiniz. Necəsiniz? Səhhətiniz necədir? Çox sağ olun. Görürəm bugün qonaqlarınız çoxdur. Nə münasibətləndir qonaqlarınız? Mənim qonaqlarım vətənpərvərlər və maarifləndirmənin təsisçisi, hörmətli Aynur xanım İsayevə, hörmətli Çingiz Bayramov və bizim gözəl müxbirimiz, yazarımız Namiq müəllim. Həm gəliblər, indi özləri dəyər məni təltif eləməyə, medal verməyə, həm də məni bir mayımı təbrik eləməyə, səhhətimi yoxlamağa, indi bir dırnaq arası bir may deyirəm. Arada bunlar məni gəlib elə baxır, yoxluyur. Allah canlarını sağ eləsin sizi də ki, siz bizi həmişə işıqlandırırsınız. Dövlətimin bayrağı uc olsun, millətim sağ olsun. Çox sağ olun, buyurun. Kimin nə sözü var? Buyurun, özünüzü təqdim edin. Bayramov Çingiz, Azərbaycan Müharibə Veteranları İctimai Birliyinin üzvü, Vətənpərvərlər Maarifləndirmə İctimai Birliyinin təsisçisi. Gəlməkdə məqsədimiz həm qazi dostumuzu yad eləməyə, vəziyyətini soruşmağa, həm də ki ona lazım cəmiyyətimiz tərəfindən təqdim olunmuş medalları tərif edilməyə gəlmişik. İcazə versəydiniz elə mən vəsiqəni təqdim eləyərdim Səyyah müəllimə və Böyük Zəfər xatirə medalını təqdim eləyərdim. İcazə verin, mən bunu medala medal almamışdan mən şəhidlərimizin xatirəsini yad eləməkdən ötəri hamını bir dəqiqalıq sükutda onları yad eləyək. Allah rəhmət eləsin. Allah bütün şəhidlərimizi rəhmət eləsin. Xatırladım ki, Səyyah Məmmədov vətən yolunda 2 qılçasını vətən yolunda, torpaq yolunda itirib. Buyurun. Təbrik edirik. Sağ ol, var ol. Adından təqdim edirəm. Eşq olsun bizim qardaşımız, döyüşən qardaşımız. Çalışaram ki, həmişə layiq olduğum yerimdə olam. Sağ ol. Böyük Zəfər xatirə medalını icazə verin, sizə təqdim edeyim. Çox sağ olun, Təbrik minnətdaram. edirik. Təbrik edirik. Sizlər sağ olsun ki, vətən yolunda canı qoymuş oğullar bugünkü azadlığımızı Qarabağda şəhid olanların Allah cənnətli eləsin, ruhlarını şad eləsin. Qazilərimizin sayəsi hesabınadır. Səyyah müəllim təbrik edirik, uğurlarınız Sağ ol. bol olsun, Sağ olsun. haqqınızdır. Buyurun Aynur xanım, özünüzü təqdim edin zəhmət olmasa. İsayeva Aynur, Ədalət qızı, Vətənpərvərlər Maarifləndirmə İctimai Birliyinin təsisçisi. Biz də bu günləri Səyyah müəllimi yad etdik. Dəfələrlə biz gəlib Səyyah müəllimi yoxlayırıq. Həm də o bizim İctimai Birliyinin qazilər və şəhid ailələri üzrə sədridir. Biz çox sevinirik. Səyyah müəllimin fəaliyyətini qiymətləndiririk. Yəni, necə deyərlər ki, ona dəstəyik. Bugün də ona dəstək olmağa qurub gəlmişik. Mən də bu günləri Füzuli müəllimin adından Azərbaycan Vətən Müharibəsi İctimai Birliyinin Milli Ordunun 100 ili ilə bağlı olan meydanını Füzuli müəllimin adından təqdim etmək istəyirik. Təbrik edirik sizi. Çox sağ olun. Siz buna layiqsiniz. Burada. Təbrik edirik. Çox sağ olun, haqqınızdır. Siz buna layiqsiniz. Bir daha təbrik edirik. Buradan Füzuli Rıza Quliyevə də təşəkkürümüzü bildiririk ki, bizim qazilərimizi yad edir. Bəli. Sağ olsunlar. Təbrik edirik. Səyyah İcazə müəllim. verin, mən bu böyük bir təltifin qarşısında salamlarımı Füzuli müəllimə çatdırım, bütün ölkəmizə çatdırım, bütün prezidentimizə, xalqımıza çatdırım. Mən çox elə bu gün girəvədən istifadə edib, müraciət eləmək istəyirəm bizim hörmətli başçımıza ki,
Mən dəfələrlə bu yer haqqında müraciət eləmişəm, ofis haqqında. Bu ofisi olsa daha geniş işlər görə bilərik. Qazilərə, şəhid ailələrinə daha bir imkanımız daxilində yardımlar göstərə bilərik. Mənə yer yox, ancaq bir ofis yerini mən bir daha xahiş edirəm və bunu mənə təşkil eləməkdə. Məqsədimiz də ki, bu ofisdə Azərbaycan Respublikasına, dövlətinə, prezidentin siyasətinə dəstək olaq, yerlərdə onun adından, ulu öndərin adına layiq işlər görək, öz təcrübəmizdən, biliyimizdən istifadə eləyək, müəyyən gənc qaziləri yolunun o tərəfə bu ayağın əyri qoyanda, düz qoyanda çalışaq bir yerdə onu yoluna gətirək. Bizim məqsədimiz bu vətənpərvərlərin, Füzuli müəllimin, Firidun müəllimin, bütün bu ictimai təşkilatların fikri odur ki, ancaq və ancaq dövlətimizin və ali baş komandanın yanında olaq, dəmir yumruğu daha da qüvvətli, güclü eləyək ki, bizim düşmanlarımız həmişə kör olsun. Və mən inanıram ki, bu çəkilişdən sonra bizim hörmətli bacımız, onsuz da mən prezidentimizə də yazmışam, qoy onu da bilsin, bu ofislə əlaqədar, yəni Adil müəllim bir otaq nə mənədir? Onun qaz pulusunu da, kommunalını özüm ödəyərəm. Yeri versin, mən xalqa xidmət edeyim. Mənim sözüm bu, hamını alqışlayıram və təşəkkürümü bildirirəm ki, siz mütəməddə həmişə gəlirsiniz, mənə ruh verirsiniz, mənim itirdiyim itkilərə baxmayaraq, belə qayğını görəndə, belə qardaşları görəndə, mənim tayda dövlətimə dayaq olmaqdan ötəri cəsarətim artır. Mənim sizə minnətdaram. Minnətdaram. Azərbaycan var olsun, bayrağı ucu olsun və bizim səsimizi eşitsin. Bizim hörmətli bacımız məni yerindən təmin eləsin ofisinə. Onun kommunalını özüm verirəm. Xoş gəlmişsiniz, öpürəm. Bir ayımız mübarək. Sağ ol. Siz buyurun. Nə arzu eləyərdi Səyyah müəllim, özünüzü təqdim edin. Bakı Milli TV-nin təsisçi baş redaktoru, həm də Sərbəst Qələm jurnalının təsisçi baş redaktoru Namiq Məmməd bəy. Mən hər dəfə Səyyah müəllimin evinə gələndə, mənzilinə gələndə, həyətinə gələndə, görüşəndə bu dar məkanda, belə deyək də, balaca bir yerdə, ofis kimi deyək ki, fəaliyyət göstərən bir yerdə görüşürük, dərdimizi bölüşürük. Səyyah müəllim, uzun müddət mən Səyyah müəllimi tanıyıram. Həm də ki, Səyyah müəllimin vətənpərvər olmağı ilə bağlı hər dəfə görüşməyimi özümə borc bildirirəm ki, Səyyah müəllim Birinci Qarabağ müharibəsinin ən fəal döyüşçülərindən biri olur. Gözünün birin və ayağın amputasiya olması ilə mina partlaması nəticəsində sağlamlığını itirib. Mən gələndə ürək dolusu görüşlərimiz olur. Amma burada öz qəlbimdə belə deyə də sıxıntı keçirirəm ki, Səyyah müəllimin nəyə görə bu cür vətənpərvər insanın ofisi olmasın? Çünki vətənpərvərlik hər bir insanın qanında, canında olmur. Vətənpərvərlik nə də ki, insana aşılanmır. Vətənpərvərlik insanın öz qanından, canından gəlir. O da ki, Səyyah müəllimin bariz nümunədir ki, gənclərə, insanlara, ətrafındakılara bariz nümunədir Səyyah müəllimin vətənpərvərliyi. Vətənpərvərlik onu ilə bilinir ki, Səyyah müəllim sağlamlığını itirir. Yəni, bayaqları vurğuladığım kimi sağ ayağın amputasiyası, yəni itirməsi, bir də ki, gözün itirilməsi. Göz nurundan da məhrum olur, belə deyək də 50% göz nurun itirməsi ilə nəticələnir Səyyah müəllimin sağlamlığı. Mən çox xahiş eləyərəm ki, Sabunçu icra başçısından, Adil müəllimdən xahiş eləyərəm ki, Bakı Milli TV-nin təsisçisi olaraq, baş redaktoru olaraq çox xahiş edirəm ki, Səyyah müəllimə bir ofis versin, ofislə təmin eləsin.
ki vətənpərvərlik ruhunda, vətənimizin keşiyində, bundan sonraki ömründə vətənpərvərlik ruhunda gəncləri aşılasın. Çox gözəl qeyd elədin ki, bəli, bundan sonrası mən verdiyim itkilərlə fəxr eləyirəm. Niyə fəxr eləyirəm? Ona görə fəxr eləyirəm ki, mənim Ali Baş Komandanım son 200 ildə Azərbaycan itirilmiş torpaqlarının bir qismini azad elədi. Mən ona görə bax bu belə ürəyimdən bu formu işləmək, qurmaq, yaratmaq gəlir ki, qoy prezidentimin siyasətin yerlərdə dəstəkləyək ki, müəyyən adamları orada burada danışanlar dərk eləsin ki, mənim prezidentim itirilmiş torpaqların bir qismini azad elədi. Və o gün arzu eləyirəm ki, Zəngəzur dəhlizi açılsın, sizlərlə bir yerdə gedək, Naxçıvanda Ashab-ı Kəhfi ziyarət eləyək gələk. İnşallah. Bundan ötəri mənim ayrı məqsədim yoxdur. Mənim bir də deyirəm, nə yardım istəmirəm, mənə dövlətim hər şey verib. Hər şey veribdir. Mənim hər şeyim var. Bircə mənim xahişim budur ki, məni ofisinə təmin eləsinlər, biliyimi, bacarığımı sizinlə bir yerdə xalqıma həsr eləyəm. Səyyah müəllim, bir daha sizi təbrik edirəm. Sağ olun. Bu günləri sizi 1 may münasibəti ilə dostlarınız işıqlandırdı, təltif etdilər ordu medallarla. Təbrik edirik. Biz də buradan Sabunçu rayon icra başçısı Adil Vəliyevdən xahiş edirik ki, bax 10 kvadrat metr öz hesabına tikdiyi ofis dediyi həyətində olan yer çox balacadır. Həm də uzaqdır. Sizdən xahiş edirik. Balaca bir otaq verin Səyyah müəllimə. Qoy bu qaziləri yığsın başına. Köməkdir sizə. Başımdadır, üzr istəyirəm. Hamısı mənim ətrafımdadır. Qoy xalqıma xidmət edin. Bəli. Bir sözlə deyim ki, 274 ildə işğal olunmuş ərazilərin heç biri, yəni dünya tarixində 274 il ərzində işğal olunmuş torpaqların heç birisi geri qaytarılmamışdır. Yeganə Ali Baş Komandanımız İlham Əliyev cənablarının səyi nəticəsində Ali Baş Komandanlığı altında bizim işğaldan torpaqlarımız azad olundu. İşğal olunmuş 30 ildən yuxarı işğal olunmuş torpaqlarımız işğaldan azad olundu. Bəli. Biz hər bir zaman Səyyah müəllim sizlərin yanınızdayıq. Sizlərə hər bir zaman bizim borcumuzdur ki, baş çəkmək, sizlərlə biz fəxr edirik. Mən bir daha deyirəm, mən sizlərlə, dövlətimlə, millətimlə, xalqımla, Ali Baş Komandanla, deyə Allah rəhmət eləsin Ulu Öndərə. Mən onunla görüşən adamam. Mən onun ruhu qarşısında, o müəyyən adamlar var, şəkili vurur, başının üstündə cəmaatın qanı soğurur. Mən eylələrindən də öyle, mənim dövlətim hər şey verir. Mən dövlətimə xidmət eləmək istəyirəm. Yəqin ki, bu çəkilişimizdən sonra Adil Vəliyev sizə balaca bir otaq verər. Adil müəllim, sizdən çox xahiş edirəm. Kanalımız vasitəsilə sizdən xahiş edirəm. Səyyah müəllim deyir ki, mənə balaca bir otaq versin, nə qədər canım var orada oturum. Bax, bu qaziləri qəbul edin. İzlədiyiniz üçün təşəkkür edirəm, kanalımıza abunə olun. Eşq olsun dövlətimə, var olsun. Sağ olun, çox sağ olun, çox sağ olun, çox sağ olun.